Bu ilin yanvar ayında Azərbaycana 182 minə yaxın əcəmi vətəndaş səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 8984 nəfər və yaxud 5% çoxdur. Bu barədə Dövlət Turizm Agentliyi xəbər verir. Məlumata görə ötən ay turist axını Rusiyadan illik müqayisədə 2% artımla 42342 nəfər, Türkiyədən 15% artımla 36536 nəfər, İrandan isə 2,1% artımla 15399 nəfər olub. İlk onluqda qərarlanan digər ölkələr Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan və İsrail olub. Mərkəzi Asiyanın əsas bazarlarından olan Qazaxıstandan gələnlərin sayı 5676 nəfər təşkil edib ki, bu da 2,5% artım deməkdir. Özbəkistandan gələnlərin sayı isə 5130 nəfərə çataraq 72,3% artım nümayiş etdirib. Bu ildən Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu hədəf ölkələrdə ənənəvi təbliğat üsulları ilə yanaşı rəqəmsal alətlərdən və sosial media kampaniyalarından daha geniş şəkildə istifadə etməklə marketinq və kommunikasiya fəaliyyətlərinin gücləndirilməsini planlaşdırır. Məqsəd ilk mərhələdə Azərbaycan haqqında rəqabət qabiliyyətli və çoxşaxəli turizm istiqaməti kimi məlumatlığı artırmaq, növbəti mərhələdə isə Azərbaycanlı brend kimi tanıtmaqla ölkəmizə səyahəti və marağı təşviq etmək, nəticə olaraq isə bu marağı real səfər qərarına çevrilməsinə təkan vermək və qlobal mövqeyini gücləndirməkdir.